Deyirlər bir vaxtlar, qədim zamanlar, Tanrının hökmündən çıxmış insanlar. Namərdlik, nankorluq alıb dünyanı, çeynəyib didirmiş insan insanı. Artıq yaradana şək edən insan, belə düşünürmüş ki, mənəm yaradan. Yox olmuş ən ali, ən ülvi hisslər, çoxalmış namərdlər, çoxalmış pislər. Yaradan gördü ki, çoxaldı namərd, dünyanı dərd basar, qalmaz bir cəmərd. Dünyanı pislərdən silmək istədi, kimdir ona layiq bilmək istədi. Çağırdı sevimli peyğəmbərini, söylədi ona öz sözlərini. Dedi ki, dünyanı basacaqdı su, qalmaz yer üzündə bircə pis məxluq. Yani, ibadəti yaxşı bilirsən, kimi lazımdırsa götür, apar sən. Bir gəmi düzəltdir, üz tutsan qafa, qiyamət qopacaq, yuban daha. Nuh Peyğəmbər başı lovlu qayıtdı, dünya qəribədir, sirli həyatdır. Peyğəmbərin bircə qızı var imiş, onsuz dünya Peyğəmbərə dar imiş. Bir ulağı varmış, bir də ki iti, daha heç bir şey yox imiş qəti. Başı lovlu Nuh tapdı tez ustanı, dedi ona gəmi düzəlt, vaxt tanı. Usta ona nə verərsən, söylədi, öz qızıma, tez ol, vaxt yox. Nuh dedi. Usta taxtaları yonu düzəltdi, indi mismar lazım, kat gətir dedi. Tanrının verdiyi vaxt azalırdı. Qiyamətin vaxtına az qalırdı. Qaçdı dəmirçinin Nuh tez yanına, dedi mismar ver, qıymasan cana. Dəmirçi haqqını tələb eylədi, qızım kənizindir onun dedi. Mismar gəldi, gəmi hazırdı yandı. 72 nəfərlə Nuh uyandı, ulağını, qızını, həm itini götürdü o, qəm örtdü sifətini. Fəqət hamı gəmidədir, gəmini isə sürən yox. Hara, niyə gedirlər, heç bilən yox, görən yox. Bu zaman bir cavan gəldi irəli, dedi ki, gəmini sürərəm bəli. Amma mənim haqqım nədir siz deyin, anlatmayın, hər nədirsə düz deyin. Tez ol cavan, Nuh dedi ki, tez gedək, qızım sənin, gəl belə sövdə edək. Gəmi yola düşən kimi tufan qasırğa oldu. Gəmi çıxmaq şərti ilə dərya insanla doldu. Bir neçə gün beləcə qiyamət davam etdi, müxtəlif gün gələnlər eynicə gündə getdi. Nuh çıxanda dayandı, ulu Nuhun gəmisi, artıq sudan azaddı yer üstünün zəmisi. İki usta gəmiçi yaxınlaşdılar Nuh'a, dedilər ki, eşq olsun ey Peyğəmbər, ey duha. Sən bizə söz vermişsən, əməl eylə sözülər. Ahirətdə, cahanda rəhmət qazar özülər. Peyğəmbər etdiyi səhvi anladı, bunun üçün özünü xeyli danladı. Ki fayda söz artıq çıxmışdı dildən, yaş axdı gözündən, lap betər seldən. Dedi, axşamacan vaxt verin mənə, etməyin məzəmmət, etməyin tənəm. Gəldi ibadətə müdrik Peyğəmbər, ağzından töküldü ləli-dür cövhər. Dedi ki, Xudaya səhv iş görmüşəm, bir qızım var ikən 3 qız vermişəm. Ulu Tanrım, səhvimin ucbatından peşimanam, peşimanam, peşimanam. Tanrıdan o Nuh'a bir nida gəldi, ayağa qalxaraq qəttli düzəldi. Tanrı dedi, ey Peyğəmbər, bu səhvin qapısını döyəcək çox elin, evin, ulağını, həm itini, qızını
tövləyə sal, sonra bağla ağzını. Bir saatdan sonra gedib baxarsan, qızın tanımarsan, birgə çıxarsan. Hər qızını sən birinə et ata, o iş olursun bu millətdən hər xəta. Qulaq asdı Nuh Tanrının sözünə, kədər çatdı saqqalına, üzünə. Tövlənin qapısını açanda aman qızını seçmə bitdən, ulaqdan. Hər ustaya bir qız verdi nigaran, ata qəlbi başdan başa dolu qan. Xeyli müddət keçdi Nuh dincəlmədi, mənim qızım hansıydı bilim dedi. Birinci ustanın evinə gəldi, ay qızım, xoş gördük, necəsən dedi. Qız saldı başını aşağı getdi, atanın qəlbini dolu qan etdi. Nuh dedi, ay usta, peyğəmbər qızı səni həyatından salıb mı razı? Usta söylədi ki, əziz peyğəmbər, hayıf ki, zəhmətin gedibdi hədər. İşləkdir, zirəkdir, buna sözüm yox, digər ki, qanmazdı, buna gözüm yox. Nə desəm beyninə söz girmir onun, bizləmək lazımdır, sən özün düşün. Peyğəmbər səhvinin birincisini tez gördü, dərk etdi nəticəsini. İkinci ustanın yanına gəldi, necə yaşayırlar qoy görüm dedi. Qızı atasını həmin görən an qaşqabaq, zəhrimar göründü aman. Əri deyəndə ki, tez salam versən, elə bir açdılar iki zəncirdən. Usta heç, Nuh özü mətəl qaldı, səhvini anladı, dururlar qaldı. Peşiman yola düzəldi, öz doğma qızının evinə gəldi. Qızı atasını görəndə o an, dedi ki, gəldiyin yollara qurban. Yaman darıxmışam sənin üçün ata, yaman gec gəlmişsən nə üçün ata? Usta dedi, halal olsun peyğəmbər, bu insanla yaşamağa gün dəyər. Deyirlər indiki bütün insanlar o üç qızdan törənib, ötüb zamanlar. Amma qanlarında qalıb həmin qan, onun üçün seçilir insandan insan. Adam var dindirsən, it kimi qapar, səni dişləməyə bəhanə tapar. Adam var zirəkdir, işləkdir, amma söz başa düşmür, adlanır qanmaz. Adam var insandan süd əmib halal, beləsinə qurban həm dövlət, həm mal. Biz Nuhun səhvinin davam edirik, insanlar ayılın, hara gedirik? Yenə də qopsun mu qiyamət günü? Yenə başlasın mı xəcalət günü? Gəlin yaradana şükürlər edək, verdiyi nemətə bərəkət deyək, verdiyi nemətə min şükür deyək.